Salam, texnikada nə problem var? Müəyyən hazırlıqları görüb çıxırıq servisdən. Biz texniki xidmət servis olaraq fermerlərə yerində xidmət göstəririk. Fermerlər bizim müştəri xidmətlərə zəng edir, əlaqə saxlayır. Müştəri xidmətləri, işləri bizə yönləndirirlər. Biz buradan operativ olaraq fermerlərin ünvanına gedirik, gedib yerində problemləri aradan qaldırırıq. Hal-hazırda biz sizə bu prosedurun icrasını təqdim edəcəyik. Üç ildir bu texnikadan istifadə edirəm. Şükür olsun Allaha, əlillik gələn ki, bir çətin şey yoxdur desək. Bəzi problem olur, balaca. Onlara da bizə servis işçiləri gəlirlər. Baxmayaraq ki, ucular dağ rayonunda yaxşı işləyirsə də gəlirlər, köməkli gəlirlər. Allah canlarını sağ eləsin.